asked you once, asked you twice now. Does lipstick any color? You said she's just a friend now. Then why don't be colored? So you wanna go home with someone to do only thing they used to do to me? I swear I know you do. You used to take me out in your fancy car and make go in the rain. And Güzel. ring you up, gonna where you are till I hear you say your name. You used to sing along when you play guitar. Just a distant memory. Hope she treated her better than you treated me. I'm on to you, yeah you. I'm not your number one. I saw you with her, kissing and having fun. If you're giving all of your money and time, I'm not gonna see the Western mind of you, yeah you. adios, I'm done. After 3, after 4 times, why did I bother? Tell me how many more times does it take to get smothered? Don't need to deny the lies, and I love the things you did to me. I swear I know you did. No, I take her all in a fancy car and I make out in the rain. I wish it rings so I know you where you are, but I roam differently. She sings along and I play guitar, make a brand new memory. Hope she treats you better than you treated me. Ha, I'm on to you, yeah you. I met you number one. I saw you with her, kissing and having fun. If you're giving all your money and time, I'm not gonna see the Western mind of you, yeah you. Ciao, adios, I'm done. Şahane ve Nigar. Çox dəbli görünürsünüz hanımlar. Murad buyurun başlayaq sizdən. Məmnuniyyətlə başlayaq. Bu bizim söhbətlərdən sonra Zülfiyə xanım birinizə adios deyəcək. Yəni ki, buna hər ikiniz hazırsınız. Bu biraz psixoloji məsələdir, imtihan məsələsidir. Sadəcə olaraq bir şey demək istəyirəm ki, bilirsiniz, həyatda hər şey göründüyü kimi deyil. Bəzən sanırsan ki, qalibsən, amma o qələbə bir imtihandır. Amma eyni zamanda hansısa bir situasiyada məğlub olursan, o məğlubiyyət də bir imtihandır. Mənası nədir? Bax, qələbə və yaxud məğlubiyyətdən sonra başlayan imtihanda qalib kim olacaq? Yəni, sözümün canı var. Bu müsabiqə, onun mərhələləri bugün kimin üçünsə sondur. Növbəti mərhələdə başqa birisi üçün sondur. Və ən axırda 80 iştirakçıdan, 80-ə yaxın iştirakçıdan yalnız bir qalibimiz var. Hələ o da həyatda qalibdir demək deyil. Məsələ biraz fəlsəfi oldu. Amma mən istəyirəm ki, həyatda sevdiyiniz peşə ilə, sevdiyiniz işlə məşğul olun və hər bir nəticədə bu peşənin özünü icra edərkən ondan zövq almağa çalışın. Necə ki, siz səhnədə bu insanlara bugün zövq bəxş etdiniz. Mən hər ikinizə uğurlar arzu edirəm. Çox xoş idi, kifayət qədər mürəkkəb nəğmə idi. Çünki səsi müxtəlif rənglərdə təqdim etmək lazım idi və məncə öhdəsindən gəldiniz. Təbrik edir Zülfiyə xanım. Danış dinləyim səni. Mən bu mətni heç olmasa 4də 1 finalda gözləyirdim, amma bu Muraddır da tükənməz bitməz onda. Əminəm ki, onda da əla bir çıxış olacaq. Mən bir söz deyim. Röya, deyim. Şahanə mahnı oxusun və öz tərzində olan radioda mən o dəqiqə bilərəm ki, bu səs onun səsidir. Azərbaycandan çıxan gözdür bu. Enerjisine da bayıldım. Çox şahanə Nigarın da özünə məxsus maşallah gözəl səsi var. Çox gözəl. Mən sevdim sizi. Təbrik eləyirəm. Mən də təbrik eləyirəm dostlar. Həqiqətən çox gözəl idi, biraz rahat idi. Əslində biz Röya ilə durduq ki, o mahnının nəqarətində biraz mahnının ritmi biraz qalxsın, biraz oynamaq istəyirdim. Arzu sürəyicidə qaldı. Sonda
Arzuya Deyirəm bax. bax, həyatda hər şey göründüyü kimi deyil. Bu qədər pul veriblər oynamaqlarına bax bunlar. Tamamilə qatılıram. Şahanənin özünə məxsus tembri var və çox seçilir həqiqətən. Yəni Bir biz rəng aslında ayağa qatdı. Şahanə Hə. qaldırdı. Rəng qatdı. Xüsusilə manierası. Manierası ilə. Hə. Nigar da çox gözəlsiniz. Bu gözəlliyi saçırsınız bura. Təbrik eləyirəm. Baxaq görək nə alınacaq. Baxaq görək ustad nə deyəcək. Xanımlar və cənablar, söz onların ustadının Zülfiyə xan Babayevanındır. Qızlar çox gözəl görsənirsiniz. Əhsən, kostyumları hazırlayanda mən belə başa düşdüm ki, bir-birinizdən xəbərdar olmusunuz və uyumlusunuz. Səhnə çıxışınıza gələndə isə burada təcrübə, aktyorluq, artistlik öz sözünü əlbəttə ki deyir. Hər ikinizi təbrik edirəm. Zülfiyə xanım, belə lakoniksizsə, onda seçim vaxtıdır. Düşünürəm ki, artıq məni anlayan anladı. Yolumu davam eləyirəm Şahanə ilə. Şahanə! Təbriklər sizə. Bizimləsiz. Buyurun, gedin ustadınızla görüşün. Nigar, siz gözləyin hələ. Nigar, siz hara? Biz hələ sizi buraxmırıq. Bəlkə sizi xilas elədilər. Təbrik eləyirəm. Təbrik eləyirəm. Şahanə idi. Təbrik edirik, uğurlar sizə. Sağ olun. Nigar elə bil ki, Şahanənin arxasınca nokautlar mərhələsinə getmək istəyirdi, amma bilmək olmaz. Bəlkə də onun belə bir fürsəti olacaq, çünki qarşıda onun üçün həlledici 10 saniyə var. Vaxt gedir, əziz Ümumiyyətlə, ustadlar. qarşıda böyük yolu var Nigarın. Həyatdır bu, Düyməniz həyat. xan olmadı, Nigar. Amma siz ürəyinizi sıxmayın. Buyurun, söz sizdədir. Çox təşəkkür edirəm əsas da Zülfiyə xanıma. Yəni mənim üçün çox gözəl, böyük bir təcrübə oldu bu. Çox gözəl insanlar tanıdım və çox şadam ki, Səs Azərbaycana qatıldım. Hər kəsə çox sağ olun. Siz sağ olun, uğurlar Səni sizə. çox böyük təcrübələrinlə burada gözləyirik. Nigar, çox sağ olun ki, Yolunu gəldiniz. davam elətdir. Nigar, gülüm, sən hələ çox böyük səhnələr gözləyir. Səni biz burada da gözləyəcəyik inşallah. Yolun açıq olsun, uğurlar sənə. Uğurlar. Sağ olun, uğurlar sizə. Çox sağ olun, şad oldum.